Sual 18. Müəyyən temperaturda duzun suda doymuş məhlulun 250 qramında 50 qram duz varsa, duzun həll olma əmsalını hesablayın. Dəyərli dostlar, 250 qram ümumi məhlulun kütləsidir. Və burada deyir 50 qram duz var. Əgər 50 qram duz varsa, onda belə çıxır ki, yerdə qalan kütlə, yəni 250-nin 50-si duzsa, 200 qramı da nəymiş? Suymuş. Bitdi. İndi biz həll olma əmsalını hesablayırıq. KH bərabərdir. Həll olan maddənin kütləsi, yəni 50, bölünsün məhlulun həcmi, yəni 200, vurulsun 1000 olacaq. Buradan da bununla bu ixtisaricdə 5 ilə 5 ilə 50, buradan da eləcək 250, yəni doğru cavabımız olacaq B variantı. Sual 19. Müəyyən temperaturda duzun doymuş məhlulunun 320 qramda 120 qram duz varsa, duzun həll olma əmsalını müəyyənləyin. Deməli, məhlul 320 qramdır. Baxın, məhlulun kütləsi 320 qramdır. Əgər bu məhluldursa və burada 120 qram duz varsa, dəyərli dostlar, yerdə qalan hissəsi, yəni 120-nin 320-dən 120-ni çıxıram, yerdə qalır 200 qram su. Bitdi. Mən nə istəyir? KH istəyir. Baxın, həll olma əmsalını istəyir. Yəni KH istəyir. KH da buradan bərabər olacaq 120-ni, yəni həll olan maddənin kütləsini bölürəm həll edicinin həcmini, yəni 200-ə və bunu da vururam 1000-ə. Dəyərli dostlar, bundan bu ixtisar gedəcək, qaldı 5, 5-i də 120-yə vuracaq. Deməli, necək? 600 eləyəcək. Yəni, düzgün cavabımız olacaq B variantı. Sual 20. Hansı qrafik natrium NO3 və SO2-nin suda həll olmasının temperaturdan asılılığını doğru ifadə edir? Dəyərli dostlar, natrium NO3 bərk maddədir. SO2 isə qazdır. Və temperaturdan asılılığı deyirsə, bərk maddələrin temperaturdan asılılığı düzdür. Qazların temperaturdan asılılığı isə tərsinədir. Ona görə düzgün cavabımız olacaq D variantı. Baxın, temperatur artdıqca bərk maddə, yəni natrium NO3-ün həll olması qalxıb zirvələrə, amma SO2-nin həll olması girib yerin dibinə. Sual 21. Hansı qrafik kalium NO3 və CO2-nin suda həll olmasının temperaturdan asılılığını doğru ifadə edir? Dəyərli dostlar, kalium NO3 bərk maddədir, CO2 isə qaz halında olan maddədir. Əgər bizdən temperaturdan asılılığını deyirsə, bərk maddənin həll olması temperaturdan düz asılıdır, yəni temperatur artdıqca artar. Qazların həll olması, yəni CO2-nin həll olması temperaturdan tərs asılıdır. Onun düzgün cavabımız C variantıdır. Baxın, kalium NO3 qalxıb, CO2 isə enibdir. Sual 22. Deməli, bizə maddələr verib, doymuş məhlulu, biri duru, biri də qatı. Bir şey bilmək lazımdır ki, suda yaxşı həll olan maddələrin doymuş məhlulu olur qatı, suda pis həll olan maddələrin doymuş məhlulu olur duru. Argentum NO3 suda çox pis həll olan maddədir. Həmçinin kalsium SO4 suda çox pis həll olan maddədir. Amma magnezium sulfat suda yaxşı həll olan maddədir. Kuprum SO4 suda yaxşı həll olan maddədir. Onda belə çıxır ki, argentum və kalsium sulfatlar suda pis həll olduğundan onların doymuş məhlulu durudur. Digərləri isə qatıdır. Yəni, düzgün cavabımız A variantı olacaq. Sual 23. Hansı maddələrin suda doymuş məhlulu qatıdır? Dəyərli dostlar, əgər qatıdır deyirsə bizə, suda yaxşı həll olan maddələrin, baxın, suda yaxşı həll olan maddələrin doymuş məhlulları qatı olur. Natrium OH suda yaxşı həll olan maddədir. Həmçində bu gördüyünüz şəkərdir. Bu da suda yaxşı həll olan maddədir. Ona görə də 2 və 3-ün, yəni Y variantındakı maddələrin suda doymuş məhlulu qatıdır. Amma magnezium OH-dır, kalsium SO4-dür. Bunlar suda pis həll olan maddələrdir. Bunların doymuş məhlulları qatı olmur. Sual 24. Hansı maddələrin doymuş məhlulları durudur? Suda pis həll olan maddələrin doymuş məhlulları olur duru. Bu şəkərdir, suda yaxşı həll olur. Ona görə bunu götürə bilmərəm. 1 olan variantlar getdilər. Kalium NO3, kaliumun bütün duzları suda əla həll olur. Ona görə 4 olan variantda getdi. Yerdə qaldı 2-3. Yəni kalsium sulfat və argentum xloridin doymuş məhlulları durudur. Çünki onlar suda pis həll olan maddələrdir.
Sual 25. A qram maddə B qram suda həll edildikdə alınan doymuş məhlulda maddənin həll olma əmsalını hesablayın. Dəyərli dostlar, baxın, A qram maddə, yəni bizə M həll olanı veribdir. M həll olan. B qram suda V həll edicini də veribdir. Baxın, burada qramdan verildi. Bu sizi çaşdırmasın. Suyun millilitri qrama bərabərdir. Yəni, onun burada verilmiş qramla miqdarını biz elə həcmdən götürə bilərik. Onda bizə əgər həll olma əmsalını istəyirsə, yəni KH istəyir. KH hesablayanda belə bir şey eləyəcək. KH bərabərdir M həll olan, yəni A, bölünsün V həll edici, yəni B, vurulsun min olacaq. Yəni A min bölünsün B şəklində olacaq. Elə bir cavabımız da varmı? Varmış. Y variantı. Sual 26. İki dənə sxem verib bizə. Deyir ki, məhlulları qızdırıqda ilk anda onlardan ayrılan X və Y maddələrinin müəyyənliyində, dostlar, sulfat turşusunun qaynama temperaturu suyun qaynama temperaturundan aşağıdır. Yəni, burada əgər məhlul deyirsə, adətən sulfat turşusunun su ilə məhlulunu hazırlayırlar da. Yəni, söhbət su ilə sulfat turşusunun qaynama temperaturu arasındakı fərqdən gedir. Əgər sulfat turşusu sudan gec qaynadığından, əgər mən bunu qızdırsam, ilk buxarlanan olacaq su. Sulfat turşusu qalacaq. H-xlorla suyun qaynama temperaturunu müqayisə eləsək. Baxın, H-xlor məhlulu o deməkdir ki, H-xlor və su var orada. H-xlorun qaynama temperaturu suyun qaynama temperaturundan aşağıdır. Yəni, mən onu qızdırsam, ilk öncə H-xlor özü qaçacaq. Sonra su qaçacaq. Ona düzgün cavabımız X olacaq su, o birisi də olacaq H-xlor, yəni A variantı olacaq. Sual 27. 60 dərəcədə 1 litr suda doymuş məhlul hazırlamaq üçün götürülmüş maddələrin kütlələrinin artma sırasını göstərin. Bizə verilən temperatur neçədir? Baxın, 60 dərəcə. 60 dərəcədə baxın, buradadır. Mən buradan yuxarıya qalxıram. Görürəm, ilk öncə qabağıma çıxan oldu natrium xlor. Natrium xlorun qaynama temperaturu fikir verin. Daha doğrusu həll olma əmsalı fikir verin. 400-dən daha aşağıda olan bir xəttədir. Deməli, birinci oldu natrium xlor. Sonra biraz da yuxarıya qalxan kimi görürəm, qabağımıza çıxdı kuprum sulfat. O da 400-dən biraz yuxarıdadır. Sonra biraz da yuxarıya qalxandan sonra qabağımıza çıxdı nə? NH4 xlor. 10 qaynama temperaturu, daha sonra həll olma əmsalı 600-dür. Onların düzgün ardıcıllıq olacaq. Natrium xlor, kuprum sulfat və NH4 xlor. Yəni A variantında olduğu kimi. Sual 28. 28-ci sualda deyir ki, müəyyən temperaturda 250 qram 20%li duz məhlulu üzərinə 10 qram həmin duzdan əlavə etdi, doymuş məhlul əmələ gəlir. Bu duzun həmin temperaturda həll olma əmsalını hesablayın. Dəyərli dostlar, bizim əlimizdə nə var? 250 qram məhlul var. Hansı ki, bu da 10%li məhluldur. Dəyərli dostlar, 10%li məhlul nə deməkdir? Yəni, daha doğrusu 20%li məhluldur. Bu 20%li məhlul nə deməkdir? Yəni, belə çıxır ki, bu məhlulun 20%-i nədir? Duzdur. Dostlar, 250-nin də 20%-i eləyəcək 50. Deməli, 50 qram burada duz var. Yerdə qalan hissəsi də, yəni 250-nin 50-si duzsa, yerdə qalan hissəsi, yəni 80%-i, yəni olacaq neçə qramı? 200 qramı da olacaq su. Sonra mənə nə deyir? Deyir ki, 10 qram həmin duzdan əlavə eləyək. Tamam, 10 qram da həmin duzdan əlavə elədik. Onda duzun miqdarı cəmi oldu 60 qram. Bizə deyir, həll olma əmsalını hesablayın. KH da bərabərdir həll olan maddənin kütləsi, yəni 60 qram, bölünsün həll edicinin kütlə həcmi, yəni 200 qram, vurulsun 1000. Bununla bu da ixtisar gedəcək, qalacaq 5 burada, altında 60-ı da 5-ə vuranda eləyəcək 300, yəni düzgün cavabımız Y variantı olacaq.